Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Azərenerji Açıq Səhmdar Cəmiyyətinin 110-35-10 kilovoltluq Xankəndi 1 elektrik yarımstansiyasının açılışında iştirak edib. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Babar Zayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi. Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110-35-10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerji sisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəli relyefdən keçməklə 1,8 kilometrə yeraltı kabel olan ümumilikdə 11 kilometrlik yüksək gərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kilovoltluq gərginlik sinifi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib. Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosesor tipli rəqəmsal idarə etmə mərkəzi qurulub. Bu mikroskada sistemi Azərenerji Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksək gərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitoringi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq. Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verildi. Diqqətə çatdırıldı ki, Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksək gərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kilovoltluq 2 pilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl enerji qovşağı inşa edilib, İmişli, Ağcabədi və Gəncə yarımstansiyaları tam yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir. Belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq. Qeyd edək ki, Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismarın təşkili üçün tətbiq edilən növbəti innovativ yenilik Qarabağda və Şərqi Zəngəzurdan başlanılmaqla bütün ölkəni əhatə edəcək rəqəmsal texnologiyalarla yarımstansiya və hava xətlərinin monitoringi və analizi sistemləridir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb. Yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisas artırma kurslarında iştirakı təmin olunub. Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqliyə malik kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsini, emalını və serverə göndərilməsini, həmçinin lazer texnologiyaları vasitəsilə ölçülərin, məsafələrin və qızma nöqtələrinin müəyyənləşdirilməsini təmin edir. Beləliklə, adi gözlə görünməsi mümkün olmayan qəza riskləri aşkarlanır.
Prezident İlham Əliyevə Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşıl enerjiyə keçid mega layihələri barədə də məlumat verildi. Qeyd edildi ki, ölkənin ən böyük yarımstansiyası 500 kilovoltluq Nəvahi yarımstansiyasında işlər tamamlanıb. Şəfəq Günəş Elektrik Stansiyasının enerji sistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kilovoltluq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpa olunan enerji mənbələrinin dinamik inkişafı üçün batareya enerji saxlanış sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük batareya saxlanış sistemləri olan bu enerji obyektləri Abşeron və Ağdaş yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 giqavat bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlığını gücləndirmək məqsədi ilə geniş ərazi monitorinq və geniş ərazi idarə etmə sistemləri tətbiq edilir.